Merhaba canlar, bugün ilk vlogumuzu çəkirik, evimizə baxmağa gəlirik. Dedim sizdən bərabər baxaq. Evimiz 7-ci mərtəbədədir. Padmayak evdir. Hələ liftimiz yoxdur, ona görə 7 mərtəbə piyada qalxacaq. Evet, binamız da tam təmirli deyil hələ ki. Bina da padmayak deyib o bizdə. Həm ev padmayakdır, həm bina. Arxanda. 500 lira çatanda biraz nəfəs alaq. Belə, o da biraz danışaq. Sürətdən dərsən daha olsun. 5-ci mərtəbədəyik bu. Hələ ki 4-dəyik. 5-ci mərtəbədəyik hələ. Az qalıb, ha qaybət. Lifti qoyun da artıq. İdmana başlamalıyıq. Hələ 5-dəyik, yeriyə bilmirik. Liftimizi çək. Ay deyək, qapısını qoydular liftimizin. Liftimizin qapısını qoydular. Evet, qapısını qoydular. Biz seni səfər yanında qapısı yox idi. Hə. Şahan sağ liftlə qalxacaq bu şey. Evimizi açaq. Buyurun, xoş gəlibsiniz. Xoş gördük İbrahim bəy. Oo, eviniz nə gözəldir. Qəşəng gününüz olsun. Evimizin bu pəncərəsi böyükdür deyə. Xoşum gəlir. İbrahim bəy, bir çaydan sudan verin. Qoy. Qoy bir də mont eləyək də mı? Siz qonağı belə qarşılayırsınız. Bu da bizim mətbəximizdir. Burada qəşəng yeməklər pişirəcək, Əsmər mən də yeyəcəm. Tut bunu. Burada eniştəniz qəşəng yeməklər pişirəcək, mən də yeyəcəm. Sən pişirəsən, mən yeyəcəm. Sən pişirəsən, mən yeyəcəm. Bu da yataq otağı. Təqdim elə də, bu da hansı otaqdır? Bilmirəm, hər şeyi mənə daşıtdırdın. Nə olacaq? Yaş bir telefonu mən daşım, ağlama. Gəl sən də daşıyım da. Alını da tut. Yer var adı, nə tutun bana? Yaxşı. Göstərim mən sizə izləyicilərimiz. Bura bizim... Bura bir dənə kravat qoyacaq, bura bir dənə tablo qoyacaq, bura bir dənə güzgü masası, Amerikan masası, bura bir dənə qəşəng oturacaq. Sonra burada dolabımız olacaq. Bura mənim böyük bir dolabım olacaq. Rəfləri çox, hər şeyimi yığacam bunun içinə. Amma sənə bir dənə rəf verərəm bu. Allah sağ ol. Qıraqda bir dənə, aşağıda bir dənə kütüdə verərəm. Sağ ol, çox sağ ol. Görürsən nə qədər cömert bir insanım. Gəl gedə indi sənə qonaq otağımızdan eləyəcəyimizi göstərim. Biz düşünürük ki, dostlar, buranı uçurdaq. Buranı uçurdandan sonra nə olur o? Studiya mətbəx? Studiya ev, mənzil. Studiya ev? Studiya mənzil. Studiya mənzil? Studiya mənzil. Yox, studiya mətbəx. Studiya mənzil. Buradan sökürük bu divarı. Qonaq otağını ilə mətbəxi birləşdiririk. Studiya mənzil edirik. Olacaq burada bir dənə divan. Burada da bir dənə televizor. Bəli. Televizor buradaydı, hə? Düz ortada. Burada da heç nə. Burada heç nə fikirləşməmişik. Buradan da şikaf basan bir şey yığa bilərik. Burada heç sən fikirləşməmişik. Yox, yığdım ya. Çünki buradan divan olacaq. Divan, hə, olur. Evimizlə tanış elədik sizi. İndi sizə part 2-ni çəkirik və part 2-yə gələnə qədər mən qolumu qırdım. İndi gəlin sizə evdə nə dəyişiklik olub onları göstərək. Getdik. Və budur. Bunlar da bizim təmin məhsullarımız, simentimiz, aktivimiz. Dadadadam. Evimiz biraz tiplidir. Təmir gedir, hər şey normal. Kusuruna bakmayın dostlar. Gəlin indi sizə evimizə girən məhsullardan danışaq. Burada yursanın sayəsində yemək yeyildi. Bəli. İstirahət mərkəzi orası. Anamı deyirəm. Anamın və atamın şoka düşdüyü elektrik xətlərimiz. Siz bu evdə bu qədər elektriklə, bu qədər rozetka ilə nə qaracaqsınız? Qaynatan mənzən elektrisi buna hörümçək toleransı seviyorum. Bu qədər tok neyinisin? Həriyyətə ortamı. Biz bunlara fikir verməyək. Bəli, onlar. Təmirli evdir. Artıq evimizdə elektrik işləri bitib. Spot yerləridir, isti pol işləri də bitib. Rozetkalan yerlər qoydum. Əsmər, hazırsan? Hal-hazırda telefon görmürəm, bilmirəm bizi çəkirsən. İnşallah ki, geçək çəkirsən, asılar Sən də düzdür. dəldiyini sileyim. Heç də demirəm. Evimiz fərindiniz dostlar. Keçən səfər çəkdiyimdə bozuydu. İndi bir kraska gedir, nə gedir?
Ondan Emusiya. Emusiya deyil. Yəqin. Burada bizim hamamımız. Burada da artıq qanun işləri deyil. Burada yüzümüz Əsas olur. işlər daha doğrusu bitib. Burada Duş kabin olacaq burada sağda. Burada da sanitar qovşaq. Sanitar qovşaq, mədəniyyət evi. Neyiniz İbrahim bəy? Müştərilərlə danışalım. Olacaq. Əsas. Telefonumu solarından gücünə tutmuşam. Oturacam mən belə burada axşam. Aha. Deyəcəm, Əsmə, mən çay sürsün. Bu dəqiqə. Mən də gedəcəm. Tez qaça. Çayını süzüb gətirəcəm, hə? Xoruz quyruğu. Xoruz quyruğu deyil Əlində o. stəkanla. Xoruz quyruğu deyil. Ha, nəydi? Xoruz quyruğu da. İt qanı deyil o. Nə var? Nə, xoruz nəyi? Ayağı? Xoruz quyruğu ayağı. Elə bir şey yox. Televizorda da qoyacaq kulağı var. Pusul. Televizorda da qoyacaq qızılcıq şərbətini ya da taşacaq bu denizi. Heç olmasa şeydə, nə də eşref rüyaya baxaq da, zəhərlə. Alar. Anlaşma olar. Nə olur olsun Qurtlar Vadisi yox. Saat var da axşam. Səni yollayacağam yatmağa, uşaqların yatmaq saatı var. Göndərəcəm ki, yerdir, yat, otur kulağı basam. Sən bu dediyinə inandın? Səncə mən sakit dayanaram? Qəti. Onu deşmiş. Balkonda böyükdür, bu pəncərəsi də böyükdür. Bu da Polun ürəyi istəyən bəkir. Yığılırsan. Vişni əsniyir də bu uşaq. Yuxum gəldi, nağadım. Yuxum gəlir. Seni hastalığında, sağlığında da yanımda görmeliyim. Usta səkanı. Usta Olmazsa olmaz. Bir də doğğa istəkanı. Doğru səkanı, usta səkanı, bəli. Evim, güzel evim. Gəl. Görəm bu haran çəkilində. Telefon tərsinə tutmuşam. İnşallah Pəncərəni sizin çəkəcək. İkili çəkməyəsən orada. Yeni ilə görə evimizi bəzəyirik. Hamı dedik evim bəzəyir. Bizim nəyimiz əskikdir. Bizim də Padma ayakkabımız var. Padma olsa da bəziyirik ki, geçir. Yeni il özəl. Bir də sizə baxın, istipolumuzu göstərim. Bütün evi istipol elədik. Buralar olunmuşdu, quruyub. Buralara Olsun artıq hazırdır. yeni yolkamız. Hər yerimizi gətiririk. Evimizi bəzəyək deyə. İndi yolkamızı açırıq. Ayağım prosto qırıq olduğu üçün Vediliyə qoyacaq. Vedliyə qoyacağıq. Padmaya evdə də olursa bu kadar olur. Səsim tutulubdur dostlar. Fikir verdinizsə, məncə fikir verdiniz. Bir cıqqılı xəstələnmişəm. Dodağımız da uçuqdur. Keçən vlogda da qolum qırığı idi. Hər blokda bir şey olur. Hər partda bir şey. Allah gələn səfərki vlogda boşluq gələcəklərdən qorusun. Mən tanımadım dostlar. Eniştənizin öhdəsinə buraxdım. Bizim hələ istilik verən atapleniyamız da var ya burada. Evimizə baxın dostlar. Yeni il geldi, yeni il Geldi. Neçənin var ilə yeni il gəldi. Al sən də məni çək. Nə təriydi o? Uzanmışdı yoxla. Dekabrın son günü. Dekabrın son günü, bir də şu günü. Yeni sözünü. Gələn lap qəşəng bəzəyər yerinizi. Evet, bəzəyərik. Daha qəşəng eləyərik. Yeri. Amma bu il də beləlikdə. Azdan Hamı çoxdan. bəzəyir. Biz də geri qalmadıq. Hələ yolkamız da var içəridə, onu da bəzəyəcək. Yolkamız da var. Dostum mostu qatıb yazdı. Bayaq bəzəmişdik, alınmadı, təzəb də bəzəyəcək. Evet, bir də bəzəyəcəyik. Siz bu videonu görəndə, Biz yolka videomuzu paylaşacağız. yolka videomuzu paylaşın, Instagramda falan izləyəsiniz. Bunu geri bırakalım.
tanısaq bir də gələcəm. Bir də gələcəm. Gəl. Belki biraz kuzuldu. O yeni mahnısı.